Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Sizi bugün Şirvan şəhərindən salamlayırıq. Demək, Şirvan Təlim Tədris Mərkəzindən. Əziz dostlar, Şirvan Təlim Tədris Mərkəzi haqqında mən bir balaca, kiçicik də olsa bir araş vermək istədim. Əziz dostlar, əziz millətim. Demək, Şirvan və Şirvana yaxın olan, Şirvan şəhərinə yaxın olan rayonlara, ümumiyyətlə bütün respublika üzrə kimlər istəsə gəlib bizə təlim keçə bilər, amma biz əsasən Şirvan şəhəri və Şirvan şəhərinə yaxın olan əyalət rayonları var ki, onların sakinlərinə ələlxüsusda müraciət edirik. Əziz dostlar, siz gəlib Şirvan şəhərində, Şirvan Təlim Tədris Mərkəzində təlimlər keçə bilərsiniz. Təlimlər bütün peşə ixtisasları üzrə demək olar ki, təlimlər var. Xəstəxanalarda, belə deyək də, xəstə baxıcılarından tutmuş, Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşlarına qədər, yəni bütün həmin bu sahələr üzrə demək, biz təlimlər keçirik. Əziz dostlar, bizdə təlimlər, həm təlim sertifikatlar verilir, peşə sertifikatları. Nəzərinizə çatdıram ki, beynəlxalq dərəcəli sertifikatlardır. Dünyanın hər yerində çox asan şəkildə apostol olunur. Demək, bizdə sizə açıqlamaq istəyirəm bizdəki hal-hazırdakı təlimləri. Demək, sertifikatlar bizdə həm təlimli olur, həm də təlimsiz olur. Demək, təlimli aydın məsələdir, hamı təlimə gəlir, təlim keçirilir. Təlimsiz necə olur? İndi mən sizə onun da izahatını verim. Demək ki, bildiğiniz kimi bizdə peşələrə baxın, müxtəlif peşələr var, onların müxtəlif saatlarda təlimlər keçirilir, saatları var. Amma ən uzağı deyək ki, bir ay yarım təlimlər keçirilir bizdə 2 aya qədər. Amma şəxslər var ki, hansısa idarədə və təşkilatda 3 ildir, 5 ildir, 10 ildir işləyir, lakin onun hər hansı bir peşə təhsili, peşə təlimi sənədi olmadığı üçün onu idarədən ya və yaxud da ki, nazirlikdən narahat edirlər və tez-tez onu işdən çıxarılması barədə, çıxardacaqları barədə xəbərdarlıqlar və onlar buyurub gəlirlər bizim Şirvan Təlim Tədris Mərkəzinə, bizdə onlar imtahan verilir. Demək, imtahanlar onlayn şəkildə də verilə bilər. Mən bunu buradan sizin nəzərinizə çatdırım. Eyni zamanda təlimlərimiz də onlayn keçirilə bilər. Daha doğrusu keçirilir də. Gəlib bizdə imtahan verirsiniz. İmtahanı demək, müəyyən bal ki var, keçid balı var ki, o sizin seçdiyiniz peşəyə görə müəyyən seçim balı var ki, o balı topladıqdan sonra siz bizim qurum tərəfindən sertifikatla təmin olunursunuz. Həmin keçid balı keçəndən sonra. Ondan sonra bizdə demək, tibb kursları var, tibb bacısı və əczaçılıq kursları var. 1 il 2 ay kurs keçirilir. 1 il 2 ay müddətində siz 2 diplomla, sizə 2 diplom təqdim olunacaq. Həm tibb bacısı kimi, tibb qardaşı kimi, həm də əczaçı kimi ayrı-ayrı diplomlardır bunlar. Nəzərinizə onu çatdırım ki, biləsiniz ki, demək, bizim verdiyimiz diplomlarla, bizdə keçdiyiniz kurslarla, aldığınız diplomlarla dövlət strukturlarında işə qəbul etmirlər. Bunu bu başdan mən sizə deyirəm ki, qoy biləsiniz. Özəl sektorda isə o təbiidir. Özəl sektorun sahibi istəsə qəbul edir, istəsə qəbul etmir. Yəni, onun özündən asılıdır. Yaxşı dərslər alsınız, yaxşı kursları yüksək balla keçsəniz, yəni bu peşəyə yiyələnsəniz, sərbəst, təmiz, yüksək səviyyədə, yəqin ki, siz hər yerdə işlə təmin olsanızsa, hətta sizə nəzərinizə çatdırım ki, bizim tibb kurslarını keçən xanımlarımız var ki, hal-hazırda dövlət strukturlarında işləyənlərimiz var. Yəni, bunu da sizə deyim. O, yenə də təkrar edirəm, sizə aldığınız o qabiliyyətinizə görə də sizi işə götürürlər.
Ondan sonra əziz dostlar, bizdə demək müxtəlif reklam çarxları, bizim şirkət reklam çarxları çəkilir. Deyək ki, hər hansı bir həkimdir, özünü reklam etmək istəyir. Həmin onunla bağlı biz həkimi reklam eləyirik, reklam çarxları çəkilir, montajlar olunur və onlar barəsində müxtəlif sosial şəbəkələrdə səhifələr açılır, paylaşımlar edilir. Bunun da adı həkimlər üçün bu marketinq gedir. Bu da var bizdə, xaricdə təhsil də var eyni zamanda. Ona görə də mən sizi dəvət edirəm. Mən Şirvan Təlim Tədris Mərkəzinin rəhbəri Azad İskəndərliyəm. Yəni məni ictimai-siyasi sektorda 30 ilə yaxındır ki, fəaliyyət göstərən məni çoxlarınız tanıyırsınız. Ona görə də buradan sizə tam şəkildə, güvənli bir şəkildə sizi dəvət edirəm Şirvan Təlim Tədris Mərkəzinə. Buyurun, gəlin, həyatınıza bizimlə davam edin. Çox sağ olun, Tanrı sizləri qorusun, Tanrı millətimizi qorusun.